Bu ilin ilk 9 ay ərzində Azərbaycanda ümumi sahəsi 3.174.379,6 kvadrat metr olan 24.478 yaşayış evi istifadəyə verilib. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, istifadəyə verilən yaşayış evlərinin 38,4% və ya 1.220.325,6 kvadrat metri paytaxt Bakının payına düşüb. Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycanın 10 şəhər və rayonunda 1 kvadrat metrdə olsun yaşayış evi istifadəyə verilməyib. Yaşayış evlərinin istifadəyə verilmədiyi şəhər və rayonların hamısı işğaldan azad olunan ərazilərdə yerləşir. Belə ki, bu ilin ilk 9 ayında Ağdərə, Xocalı, Şuşa, Xocavənd, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında və Xankəndi şəhərində 1 kvadrat metrdə olsun yaşayış evi istifadəyə verilməyib. Məlumat üçün bildirək ki, təkcə bu ilin ilk 9 ayında deyil, əvvəlki illərdə də işğaldan azad olunan şəhər və rayonlarda yaşayış evləri istifadəyə verilməyib. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramında əksini tapan tədbirlər planına əsasən 2022-2026-cı illərdə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında ümumilikdə 34.500 mənzil və fərdi yaşayış evinin inşa olunması nəzərdə tutulur. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin məlumatına görə 1 oktyabr 2025-ci il tarixinədək işğaldan azad edilən ərazilərin bərpa olunan yaşayış məntəqələrinə 19.109 nəfərdən ibarət 4.826 ailənin qayıdışı təmin edilib.